Hamıya salam dostlar. Gördüğünüz kimi DLC 2026 artacaq və mən DLC 2026 necə çıxartdım. Bu gün DLC-ni 2026 incələyəcəyik. Yəni baxaq görək nələr gəlib. Və mən bu DLC-ni necə yüklədim? Birinci gördüm ki, Bolqarıstan VPN ilə açır və mən də Bolqarıstan VPN yazdım və orada dünya xəritəsi var və altında Bolqarıstan bayrağı. Ona bastım. Globus şəkli, yəni altına Bolqarıstan VPN yazılan bir yer var, bayraqlı. Ona bastım və orada birinci Bolqarıstanın VPN-ə bastım və beləliklə yavaş-yavaş açıldı. Və gələk DLC 2026-ya incələyək. Gördüyünüz kimi oyuncularım buradadır. Baxın, hamısı dəyişib. Batsoni, Mbappe. Birinci gələk burada görək nələr baş verir. Baxın dostlar, Lewandowski məsələn kapitan var. Kapitan edirəm, yaxud penaltıcı edə bilərəm. Burada belə bir şey var ki, yəni hər şey bir yolluq buradadıblar. Yəni serbest vuruşçu, sonra sol korneri bu idarə edə bilər, sonra sağ korneri, məsələn bunu da bu idarə edə bilər, amma təkcə bunlar demirəm. Yəni məsələn penaltıyı Haaland'a verə bilərəm. Baxın. Yəni hələ verilmir. O gərək oyuna gedə. Haaland'ı dəyişdirmək istəyirəm. Baxın, dəyişdi. Yəni belə eləyiblər. Əslində burada mənim üçün biraz çətindir. Yəni mən tez-tez oyuncu dəyişənəm. Burada gördüyünüz kimi fotosintezlər belədir. Çox da yer dəyişməyib. Prosta biraz rəngi dəyişib. Yedəklər, baxın dostlar, belə bir şey gəlib ki, yəni burada yedəklər bunlardır. Bir də sənin hazır oyuncuların buradadır. Yedəklərdən dəyişdirə bilib hazır oyuncuları oyuna sala bilərsən. Taktiklər də həminki kimidir. Çıxaq ana ekrana. Gördüyünüz kimi burada kupalar yenə yerində durur. Baxın kupalar. Bu klanslı kupalara girək. Baxın kupalar belə durur. Belədir. Heç bir şey dəyişməyib. Bəli, Isco və Hernandez var. Baxın burada 4 dənə sözləşmə və 8 dənə nadir sözləşmə var. Mən yığmışam. Burada 10 dənə yetenek avcılarım var. 10 dənə yaqin, bir dənə nadir, 3 dənə də efsanevi var. Burada gördüyünüz kimi mücadilələrdir. Baxın, bunları tamamlayırıq. Van Dijk ilə 2 gol, 2 maç tamamlamalıyam. Burada da belədir. Bura bilmirəm nə açıldı. Gəldi dostlar əsas yerə. Baxın, burada 4 dənə oyuncu var və mənim burada ən sevdiyim oyuncu Rivaldo'dur. Barcelona azarkeş olduğum üçün Rivaldo'nu çox sevirəm. Matius var. Mənlə gəlsəz, əgər Matius yaxud da Rivaldo ikisindən birini saxlayacağım, opsiyaları satacağım. Gələk klub yerə. Baxın, burada daha da hasanlaşıb bizə veriblər. Baxın, gördüyünüz kimi yekə şəhərdir, aydındır gördüyünüz kimi, işıqları falan burada göstərdiyi kimi. Burada qısaca baxın, məsələn stadion düzəltisiz, indi mən dağıtmıram, dağdan da alınmır. Yəni efsanəviyə baxın, efsanəvilər bunlardır. Baxın dostlar, efsanəvilər bunlardır. 950 qızla bu var. Mən bunu alacağım, yığıb alacağım. Amma hələ yox da dostlar. Hələ 2026-nın qutarmağına çox var dostlar. Dostlar maçıdakı həmənki kimi belədir dostlar, gördüyünüz kimi. Yəni oynayıb yoxlaya bilərsiniz. Baxın dostlar. Logodakı həminki kimi buralara heç nə olmayıb, dəyişməyib. Gələk dostlar klansa. Klans buradan girilir daha. Baxın dostlar. Klans budur. Hansı oyuncular gəlib? Nə bilim, bəzi oyuncular gəlib Moeska klana qatıldı. Yəni, bunlardır. Baxın, burada da ödüllər verir dostlar. 25.000 C yığsam, 25.000 C. Yəni, mənə nəsə verəcək. Sonra bunlar çox çətindir, yavaş və çətinləşir. Bəli,
klubumda hal-hazırda gördüyünüz kimi 4 dənə oyunçu var. Biri məndən yuxarıdadır. 60'dır, biri 68, biri 72. Baxın dostlar. Burada deyir ki, üyeni at, yaxud da üyeni engele, klanı lideri yap. Burada mən heç birinə basmaram. O mənim klubuma girib və klansıma girib və mənə hörmət edib. Yəni mən ona heç nə eləmərəm. Mən də atarım. Əgər nəsə eləsə, əlbəttə ki atarım. Bəli, biri Marakeşdədir. Cürbəcür ölkələrdən gəliblər. Lap yaxşı. Mən sahib gəldilər. Burada maksimum səviyyəsində mən 40 eləməliyəm. 40 eləyim. Takım dərəcəsi. Burada da dostansa. Mən bunların hamısını eləmişəm dostlar. Keçək buralara baxın. Yenə burada kariyer oyunları və yaxud senaryo var. Senaryoda artıq belədir. Burada artıq olurdu. Bonus hedefləri, yəni oyuncular indi bölbölə. Bəli dostlar, bu qədər. Zürbəcür videoların gəlməyini istəyirsə kanala abunə olub və like atmağı unutmayın. Görüşənədək.